Əziz şeir sevənlər, əziz mənim dostlarım. Deməli, mənim bir şeirim var. Sosial şəbəkələrdə milyonlarla baxış yığıb. Və onu bir neçə qiraətçilər səsləndirib və uğurla səsləndiriblər. Mən buradan onlara təşəkkür edirəm. O şeirə dəyər verən bütün insanlara təşəkkür edirəm. Və istədim ki, o şeiri özüm səsləndirim. Yəni, o şeirin qələm tutub yazanı, ürək qoyub yaradanı mən olduğum üçün. Və insanlar istəyirlər ki, onu mənim səsimdə eşitsinlər. İstəyirəm o elə bu təbiətin qoynunda olmuşkən o şeiri sizlər üçün deyim. İnşallah da bir gün peşəkar səviyyədə səsləndirib sizlərin ixtiyarına verəcəm. Həmin şeirdə demişəm ki, cavanlığım ömrüm üçün bəxt idi. Əyləşdiyim bir bəzəkli taxt idi. Doymadığım vüsal idi, vaxt idi. Arxasınca qaça-qaça qocaldım. Bir də baxdım, qara saçım ağ olub. Dərd yığılıb, dərdin üstə dağ olub. Ötən günlər necə gözəl çağ olub. Xəyalında uça-uça qocaldım. Ürəyimin içindədir min arzum. Sayım görüm, heç olubmu Çin arzum. Yenə qayıt ən qabağa, keç arzum. Sənə yollar aça-aça qocaldım. Keçən günə neçə sətir söz yazım. Misralarda cavan qalım, yol azım. Elvin, səni duyanadır bu yozum. Şeir-şeir, heca-heca qocaldım. Var olun.